Masallıda uzun illərdir içməli su sarıdan əziyyət çəkən daha bir kəndin problemi öz həllini tapıb. Bugünə kimi şirin suyu uzaq məsafədən daşımaqla və maşınla alaraq öz təminatlarını ödəyən sakinlər yayın gəliş ərəfəsində problemin həllini sevinclə qarşılayıblar. 3700 əhalisi olan Sığdaş kəndində şirin suyun olmaması sakinlərin əziyyət çəkməsinə səbəb olurdu. Kənd sakinlərinin sözlərinə görə bugünə kimi suyu ancaq uzaq məsafələrdən daşımaqla və maşınla alaraq öz təminatlarını ödəyiblər. Su yoxdur. Şahsen 5 litre, 10 litre oradan su çıxardırsan, çok qutardı getdi. Yəni bu həyat yanı suvarmağa heç cürə mümkün olmayıb, heç cürə şəraiti olmayıb. Kənd sakinləri bildirib ki, Talış dağlarının ətəyində yerləşən Sığdaş kəndində dəfələrlə arteziyan quyular qazılsa da şirin suyu əldə etmək mümkün olmuyor. Bu səbəbdən mənbəyi dağ bulaqlarından götürülən içməli su 4,3 kilometrlik politein borular vasitəsilə kəndin mərkəzinə çəkilib. Yeni su xəttinin yay fəsli ərəfəsində istifadəyə verilməsi kənd sakinlərinin sevincinə səbəb olub. Vaxtilə su üçün ələk-fələk gəzən bir tayfa, bir kənd bugün su ilə təchiz olunub. Biz buna sevinirik, çox sağ olun deyirik. Kənd ziyalıları və ağsaqqalları onların problemlərinin həllində göstərilən diqqəti yüksək qiymətləndiriblər. Nərmin Nurəddin qızı, Samid Sadıxov, Elvin Habiloğlu, Space, Masallı.